Əmirlər barədə, imamlar barədə əhl-i sünnətin etiqadı budur ki, bəli, imam adil də ola bilər, zalim da. Ola bilər ki, bir şəxs xilafətə gəldi, ancaq zalimdir. Yenə də ona tabiçilik labüddür və bunda çoxlu məsləhətlər və faydalar var. İstər zalim olsun, istər adil, ümmət rəhbərsiz qalmamalıdır. Bu bir qaydadır. Necə ki, Şeyxülislam İbn Teymiyyə rəhməhullah Minhəcü's Sünnə əsərində deyir ki, mən razıyam 70 il, yəni bir ömür, zalim rəhbərin zülmü altında yaşayım, ancaq bir gecə rəhbərsiz qalmayım. Çünki bu ümmət rəhbərsiz günlərində çox cəfalar çəkib, çox şeylər görüb. Və bunun misalı üçün tarixə baş vurmağa ehtiyac yoxdur. Yaxın tarix bunun şahididir. Necə ki, Səddam Hüseyin çox ki deyirdilər, zalimdir. Qoy iddia edildiyi kimi olsun. Hər bir halda rəhbər idi. Yəni, qoyunlar çobansız deyildi. Ancaq o indi yoxdur. İndi onun məmləkəti nə gündədir? Viran olub. Viran olub. İndi oradakıların burnunun ucu Səddam üçün göyərir. Onun həsrətindədirlər. Onun vaxtındakı əmin amanlığı xəyal edib arzulayırlar. Və ya Kaddafi çox ki deyirdilər, zalim idi. Zülm edirdi. Hər bir halda əmir idi. Rəhbər idi. Nə oldu indi? İndi artıq kafir orduları müsəlman ölkələrini zəbt ediblər. Bax, budur İslamın qoyduğu qanun. Hətta zalim də olsa, ümmət imamsız qalmalı deyil.